Əbədiyyətə qovuşan ömür. Dərslərimlə məşğul idim. Evdə isə hər kəsin diqqəti televiziyadaydı. Ani olaraq diqqətim televiziyaya. O səsə yönəldi. Səsin ahəngdarlığı, səmimiyyəti mənim ürəyimi titrətmişdi. O səs, o güclü, qüdrətli səs. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Ürəyinin tam dərinliyindən gələn, ruhunun əzəmətini əks etdirən o səs. Natiqə artıq vurulmuşdum. Çox səbirsiz halda ekran qarşısına keçdim. Və gördüyüm anda balaca ürəyimdə fırtınalar qopdu. Özüm də fərqində olmadan əfsunlanmışdım. Özümü, ailəmi, yaxınlarımı, güvəndə hiss etdiyim o anı heç vaxt unutmayacağam. Sən demə, mən tək deyildim. Artıq yurdum, yuvam, Azərbaycanım güvəndəydi. Ölkəmin qurtarıcısı, qurucusu, banisi, həyatından çox sevdiyi vətəninin Azərbaycanlının yanındaydı. O, hər bir Azərbaycanlının qəlbində sevgi, qürur hissi ilə anılan, Azərbaycanı Azərbaycanlılara sevdirən ümumilli lider Heydər Əliyev idi. Hərənin bir alın yazısı var deyirlər. Bu həyatda qismətinə nə yazılıbsa, onu yaşayırsan. O, əbədi yaşamağı, əbədi sevgi və hörmətlə anılmağı seçdi. Hər bir Azərbaycanlının həyatında, ömründə əvəzsiz rol oynadı. O, kiçikdən böyüyə hər bir Azərbaycanlının seçimi idi. O, tarixin ölkəmizə bəxş etdiyi görkəmli dahi idi. Və o, bizim idi, Azərbaycanın. Məşhur bir kadr var. Heydər Əliyev əlini neftə bulayıb üzünə çəkir. Bu an ulu öndərin sevinç, fəxir, qürur hissləri üzündə, gözlərində, gülüşündə, bütün bədən dilində o qədər düzgün və dəqiq ifadə olunub ki, bütün burada gördüklerinizin əsasını qoyanlardan biriyəm. Bunun təməlini qoyanlardan biriyəm. Bu işlərin görünməsi üçün vaxtilə illərlə zəhmət çəkmişəm. İllərlə fəaliyyət göstərmişəm. İllərlə bunların reallığa çevrilməsi üçün çox çətin yollardan keçmişəm. Xalqımız üçün, millətimiz üçün, Azərbaycan neftçiləri ilə birlikdə, öz həmkarlarımla birlikdə Azərbaycanın böyük sənayesini yaratmaq üçün, neft sənayesini gələcəkdə inkişaf etmək üçün bunları yaratmağa çalışmışam. Və nəhayət bunlar yaranıb, mən bunları görməkdən, buraları seyr etməkdən həddindən artıq xoşbaxt özümü hiss edirəm. Bu həm də dünyaya meydan oxuyacaq Azərbaycanın var demək idi. Heydər Əliyev şəxsiyyətinin miqyası son dərəcə çox şaxəli idi. Özündə böyük siyasi xadim üçün zəruri olan bütün keyfiyyətləri cəmləşdirirdi. Sarsılmaz iradə, parlaq və dərin ağıl, fenomenal analitik təfəkkür, fövqəladə hiss etmə qabiliyyəti, hər bir həm söhbət üçün həm valeh edici, həm də heyran edici olmaq bacarığı. Bir liderdə bütün bu keyfiyyətlərin olması çox nadirdir. Heydər Əliyev ailə dəyərlərini hər zaman üstün tuturdu. Düzgün, sevgi dolu bütöv ailənin, ölkənin inkişafı, cəmiyyətin tərəqqisi üçün əsas amil sayırdı. Ömür gün yoldaşı Zərifə xanımı xatırlayanda, onun haqqında söhbət olanda kövrəlir və həyatının ən xoş cəhətinin belə bir həyat yoldaşının olduğunu deyirdi. Mənim üçün bu birinci növbədə böyük bir insanıdır. Sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana
mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır. Böyük çətinliklərlə rastlaşmışam, amma bu çətinliklərdə ən böyük dayağım Zərifə xanım idi, deyirdi Ulu Öndər. Kipriklər oxdur, qaşın kamandır, qaşın kamandır. Ay qız məndən üz döndərmə, amandır. Ay qız məndən üz döndərmə, amandır. Əsrətindən hər zaman, əsrətindən hər zaman gözüm qaldı bu yollarda ağladı. Zərifə xanımın xatirəsini hər zaman əziz tutan Heydər Əliyev kədərli anlarında şair Bəxtiyar Vahabzadənin Zərifə xanım Əliyevanın həyatdan getməsi münasibətilə yazdığı şeirini tez-tez xatırladığını qeyd edirdi. Ulu Öndərə səbir və güc verən şeirdəki bu misralar idi. Kədərlənməyə əsas var. Ancaq eyni zamanda sevinmək də lazımdır ki, belə adam var. Heydər Əliyev əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Azərbaycanı Azərbaycanlıların ixtiyarını verən və Azərbaycan xalqı öz taleyinin sahibidir deyən ilk böyük dövlət xadimimizdir Heydər Əliyev. Azərbaycanın qapılarını Dədə Qorqudun, Babəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cavidin, Şəhriyarın üzünə taybatay açdı. Biz fəxr edirik ki, bizim xalqımız öz böyük şəxsiyyətləri vasitəsilə Azərbaycanın milli, mənəvi dəyərlərini daimi qoruyub saxlamış, onları zənginləşdirmiş və bugün ümumi bəşəri dəyərlərin bir hissəsinə çevirmişdir. 1993-cü ildə isə Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə təkcə Azərbaycanı hərbi siyasi böhrandan qurtarmaq üçün deyil, həm də ümumilli liderin 25 il əvvəl başladığı Azərbaycançılıq əsərinin ən ciddi səhifələrini yaratmaq üçün dəvət etdi. Heydər Əliyev hər zaman azad sözün, azad düşüncənin yanında dayanırdı. Bütün sənət adamlarını tək-tək tanıyır, onları qoruyurdu. Üzeyir Hacıyevin yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıyevin yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Və Üzeyir Hacıyevin ictimai siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycan xalqının mədəniyyətinin inkişaf etməsinə, Azərbaycan xalqının özünü tanınmasına xidmət edibdir. Ədəbiyyatı o qədər sevirəm ki, şeirlə, sənətlə görüşmək mənə hər zaman xoşdur deyən Ulu Öndər 1997-ci ildə Azərbaycan yazıçılarının 10-cu qurultayında qeyd edirdi ki, mən uşaqlığımdan Azərbaycan və dünya ədəbiyyatını mütaliə edərək böyümüşəm. Milli mənəvi dəyərləri olmayan millət, həqiqi millət, həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli mənəvi dəyərləri ən əsas bizim müqəddəs kitabımız Quran-ı Şərifdə öz əksini tapıbdır. Ancaq bundan yanaşı Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük el mədəniyyət xadimləri Azərbaycan xalqının milli mənəvi dəyərlərini yaradıblar.